Təsəvvür edin ki, bir xəbər oxuyursunuz, amma nə tarix var, nə saat, yəni məkanın, stadionun adı belə yoxdur. Heç bir taktiki analiz falan da yoxdur təbii ki. Ay sağ ol. Ancaq sadəcə bircə cümlə bəs edir ki, milyonlarla insan həyəcanlansın, bütün həftə sonu planlarını ləğv etsin. Necə ola bilər ki, bircə başlıq uzun belə deyib bitib tükənməyən bir məqalədən daha çox məlumat daşısın? Özdə heç bir əlavə detal vermədən. Bəli, bugünkü bu dərin təhlilimizdə məhz bunu aydınlaşdıracaq. Və əlimizdəki mənbə o qədər qısadır ki, yəqin ki, indiyə qədər incələdiyimiz ən lakanik mətindir. Mənbə belədir, Türkiyə Super Liqasında dərbi günü, Qalatasaray Fənərbağça. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Niyə bu qısa ifadə bizə başqa heç bir detala ehtiyac duymadan hər şeyi izah edə bilir? Hər şey deyəndə əslində tamamilə haqlısan. Çünki bu sadəcə təsadüfi yığılmış bir söz yığını deyil, bu 4 əsas elementi özündə birləşdirən xüsusi bir informasiya paketidir. Baxın, turnir var. Yəni Türkiyə Super Liqası. Aha. Hadisə var, yəni derbi günü və təbii ki, iştirakçılar, yəni Qalatasaray və Fənərbağça, amma əsas sehir sadəcə bu adların sadalanmasında deyil. Bəs nədədir? Məsələ bu 4 elementin eyni cümlədə bir araya gələrək oxucunun beynində o hansı mexanizmi işə salmasındadır. Bax, elə tam bu nöqtədə mənim kiçik bir etirazım var. Buyur. Çünki adi məntiqlə yanaşanda bu, oxucu üçün çox quru bir mətindir. Yəni, mən idman xəbəri axtarıramsa, saatı bilmək istəyirəm. Kimin ev sahibi olduğunu görmək istəyirəm. Bu qədər quru mətin konkret faktlar axtaran birini niyə qane etməlidir ki? Çox haqlı bir sualdır, amma digər tərəfdən elə indi bu sözləri deyərkən öz reaksiyamı düşünürəm. O iki adı yan-yana oxuduğum an, beynimdə sanki bir zip faylı açılır. Ay sağ ol, zip faylı, bax bu metafora məsələnin tam özəyini təşkil edir. Yəni, mənə o an saat və ya stadion lazım olmur, çünki beynim onsuz da o 10 illiklər boyu davam edən rəqabəti, o səs-küyü dərhal arxivdən çıxarıb avtomatik olaraq genişləndirir, yəni anzip edir. Tam olaraq belə işləyir. Biz tez-tez düşünürük ki, yaxşı məlumatlandırılmaq üçün dayamadan yeni faktlar, rəqəmlər oxumalıyıq. Ancaq bu mənbə insan beyninin məlumatı necə emal etdiyini göstərir. Burada söhbət semiotikadan, yəni işarələr sistemindən gedir. Yəni əskik dediyim o detallar? Onlar əslində yoxa çıxmayıb. Onlar sadəcə sizin, yəni oxucunun mədəni və tarixi konteksti ilə əvəz olunub. Deməli, mətnin yazarı əslində bizimlə səssiz bir razılaşma içindədir. Mənə deyir ki, mən sənə sadəcə qığılcımı verirəm. Düşünün, siz bu başlıqda o iki adı oxuyanda saat barədə deyil, maçın gərginliyi barədə düşünməyə başlayırsınız. Bu da yəqin ki, məlumatı ən sürətli və aydın şəkildə almaq istəyən hər kəs üçün ən ideal formatdır. Lazımsız səs-küy, informasiya yükü yoxdur. Əlbəttə, əgər o başlıqda yazılsaydı ki, maç saat 19:00-da filan stadionda yağışlı havada keçəcək, bəli, bu daha informativ olardı. Amma o ilkin emosional vuruculuq itərdi, düzdür? Tamamilə. Sıradan adi bir elana çevrilərdi. İki böyük rəqibin adını yanaşı qoymaq, detallara girmədən sadəcə hadisənin özünü elan etmək, əslində məlumatı qəbul edənin intellektinə böyük bir hörmətdir. Mətin deyir ki, sən onsuz da bunun nə qədər böyük bir şey olduğunu bilirsən. Bax, burada ən yadda qalan məqam, məncə əsl o aha anı budur. Bir başlığın, yəni bir xəbərin əsl gücü onun sənə nə dediyində deyil, sənin nələri bildiyinə güvənməsindədir. Ay sağ ol. O bircə cümlə sənin şəxsi xatirələrinə, o ortaq yaddaşı açılan bir qapıdır sanki. Elədir ki, var və bu qayda sadəcə idmanda işləmir, iqtisadiyyatda, siyasətdə də eynidir. Bəzən ən dərin mənalı informasiyalar ən qısa olanlardır. Məsələn, texnologiya xəbərlərində sadəcə Apple və Microsoft deyirsən. Və beyin avtomatik o böyük rəqabət tarixini işə salır. Dəqiqliklə. Faktların arxasındakı nəhəng kontekst oyanır. Beləliklə, yekunlaşdırsaq, bütün bunlar nə deməkdir? Bu mənbədən gördüyümüz odur ki, Qalatasaray və Fənərbağça sözlərinin eyni cümlədə görüşməsi sadəcə iki komanda adı deyil. Bu, hər hansı uzun məqalənin verə bilməyəcəyi qədər güclü bir mesajdır. Çünki biz məlumatı sadəcə gözlərimizlə oxumuruq. Bəli, onu həm də öz biliklərimiz və xatirələrimizlə tamamlayırıq.
Razılaşmamaq mümkün deyil. Elə isə gəlin bu dərin təhlili dinləyicilərimiz üçün belə bir düşüncə ilə yekunlaşdıraq. Növbəti dəfə haradasa belə qısa, tək cümləlik bir xəbər və ya başlıq görəndə özünüzdən soruşun. Görəsən yazılmayan nələr var? Ay sağ ol. Mətndə yazılmayan, amma beynimin o zip faylı kimi avtomatik açaraq doldurduğu boşluqlar hansılardır? Çünki bəlkə də mətnin əsl hekayəsi bizə verilməyən o detalların içində, yəni məhz öz zehnimizdə gizlidir.